Əziz izləyicilər, bu bina yəqin bir çoxlarının Xırdalanda olanların yadındadır. Abşeron rayonu ərazisində qəzalı binadır. Və günün günorta çağı, baxın, icra hakimiyyəti bu binanın altını satıb. Yəni bu adamlar heç bir kəsə veyç vermir. Veyçlərdən almadan da burada belə qazıntı işləri aparılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, baxın, bu ağaçlar səhər burada olmayacaq. Və dəfələrlə də biz bu məsələ ilə bağlı Abşeron rayon icra hakimiyyətinin mətbuat xidmətinə müraciət eləmişik. Çünki burada dəfələrlə bu vəziyyətdə günorta vaxtı qazıntı aparılır. Abşeron rayon icra hakimiyyəti heç bir kəsi nəzərə almır, nə bu binadakiların təhlükəsizliyini nəzərə almır. Bütün burada belə bir biabırçılıqdır. Bu bina çökəcək. Tez bir müddətdə siz Türkiyədə baş verən faciənin təkrarını burada görəcəksiniz. Bundan əmin ola bilərsiniz. Çünki bir binanın özünü bu dərəcədə qazıla bilməz. Kim verib buna icazə? Ya bu bina sökülməlidir, görürsünüz, iş gedir obyektlərdə və günün günorta çağı bu boyda bir həyasızlıq, özbaşınalıq baş verir burada. Və buna dövlət qurumları göz yumur. Buna Fövqəladə Hallar Nazirliyi də göz yumur. Bu Abşeron rayon icra hakimiyyətinin bax bu icazəsinə. Buna Əmlak Komitəsi də göz yumur. Buna şəhər salma da göz yumur. Buna baxın, ağaclara baxın. Görürsünüzmü? 3 ağacın artıq burada taleyi həll olunur. Buna Ekologiya və Təbii Sərvətlər Nazirliyi də göz yumur. Bu boyda binada yaşayan bir gecənin içində çökəcək bu bina. Və burada çox böyük bir faciə baş verəcək. Bunu qurumlara çatdırmaq lazımdır. Burada bir dənə kasıb gəlib, bir dənə obyekt tiksə, bir dənə putka qoysa, aləm bir-birinə dəyər. Amma baxın, görün, nə boyda biabırçılıq baş verir günün günorta çağı insanların gözü qarşısında. Və buna göz yumulur. Maksimum paylaşın dostlar. Maksimum bu biabırçılığı paylaşın.